Salam, hər vaxtınız xeyir olsun. Bu izahımda sizlər üçün 2023-25-ci illərdə qəbula düşmüş məsələ həllərinin davamını çəkəcəm. Bundan əvvəlki video izahımda 1-ci sualdan 15-ci suala qədər izahını vermişdim. İndi isə 16-cı sualdan axıra qədər olan izahları çəkəcəm. Gəlin baxaq 16-cı sualda. 16-cı sualda deyir ki, 4096 rəng çalarına malik qrafik təsvir 3072 vurulsun 2560 pikseldən ibarətdir. Deməli, biz qrafik informasiyanın həcmini tapmalıyıq. Qrafik informasiyanın həcmi V bərabərdir. A vuraq, B vuraq, N-dir. Baxıram ki, AB, yəni piksel ölçümüzü verib və bir də rəng çalarımız verib. Biz deməli, nəyi tapmalıyıq? Həcmimizi tapmalıyıq. Həcm bərabərdir, yəni V bərabərdir. 3072-ni bu formada yaza bilərəm də. Mən 210 vuraq, 3 vuraq. 2560-ı da 210 kimi yazsam, 210 deməli, o zaman 2560-ı burada kalkulyatordan istifadə edeyim, kömək alıb. 2560-ı bölək 1024-də düşür 2.5. Yəni 2560-ı da 210 vuraq 2.5 kimi yaza bilərəm. Vuraq. 4096 rəng çaları deyirsə, deməli biz bunun rəng dərinliyindən istifadə edirik. 4096 rəng çalarının rəng dərinliyi 12 bitə bərabərdir. Onu da 2 üstü 2 vuraq 3 şəklində yazıram. Böyük olmasın deyə kilobayta çevirəcəm, böləcəm 2 üstü 13-ə. Çünki hamısını bir-birinə vuranda bunlar bitdə olur. Kilobayta çevirmək üçün 2 üstü 13-ə bölməliyəm. Bu deyir 2 üstü 22 vuraq 9, 3 üstü 9, 9-u da 2-yə vuraq, 2.5-ə vuranda edir 22.5. Bölə 2 üstü 13. İxtisar olunub gedəndə qaldı burada 512. Düz hesapladım. 512. Aha, bəli, 512. Burada qaldı 9, 209, 512. Deməli, 512-ni vursam 22.5-ə. Bu deyiləcək 11520 kilobayt. Aha. İndi baxın, bizdə deyir bu təsvir müəyyən rabitə kanalı ilə ötürülür. Və ötürülməsi üçün 15 saniyə vaxt sərf olunur. Yəni 15 saniyə. İndi mən bundan istifadə edərək artıq mənim həcmim var. Ötürülməyə sərf olunan zamanım var. Mən bundan istifadə edərək sürəti tapa bilərəm. V bərabərdir. Həcmi bölərəm ötürülən zamana. Yəni 11520-ni bölərəm 15-ə. Bu deyəcək 768 kilobayt bölək saniyə. Tamam. Gələk görək növbəti isə nə deyir? Deyir 5 belə təsvir. Bir dənə təsvirimiz yaddaşda 11520 yer tutursa, 5 dənə təsvirin həcmi nəyə bərabər olacaq? 11520-ni vuraram 5-ə. 5-ə. Yəni həcmi bu formada təbii ki kilobaytla. Daha sonra deyir ki 2 dəfə aşağı sürət. 2 dəfə aşağı sürət deyirsə, sürətimizi bilirik 768. Yəni bundan 2 dəfə aşağı sürət deyirsə, bu deyəcək 384 kilobayt bölünsün saniyə. İndi bunun ötürülməsinə nə qədər zaman sərf olunur, onu soruşur bizdən. T-ni tapsaq, yəni zamanımızı tapsaq, həcmimizi böləcəyik. 11520-ni vuraram 5-ə, bölərəm 384-ə. Bu deyəcək 150 saniyə. Yəni 16-cı sualda cavab 150. Keçək 17-ci sualımıza. 17-ci sualda deməli baxaq nə deyir bizə? 16 üstü 2x üstə gələk 5. 16-nı 2-nin qüvvəti şəklinə gətirirəm. Yəni 2 üstü 4 kimi yazsaq, 2 üstü 4 üstü 2x üstə gələk 5 kimi yazıram və yanında da ölçü vahidini yazıram, baytdadır. Bərabərdir. Baxıram 8 üstü x verib. 8 üstü x verib. 8-i mən 2 üstü 3 üstü x kimi yazaram. Vuraq. Kilobaytdadır. Bu hissəsi baytdadır. Deməli, buranı da kilobayta çevirmək üçün 2 üstü 10-a vuracam. Bunu vurub atsaq, eləyəcək 2 üstü 8x üstə gələ 20 bərabərdir. 2 üstü 3x. Bu 3x edir, bu da 10. Qüvvətlər vurulana toplanır, yəni 3x üstə gələ 10. Qüvvətləri bir-birinə bərabərləşdirsəm, 8x üstə gələ 20 bərabərdir. 3x üstə gələ 10. 8 ilə 3x bu da eləyir 5x bərabərdir 10-a. X də bərabərdir 2-yə. Deməli, cavabımız E variantı. 18-ci sual. 18-ci sualda deyilir ki, RGB kodlaşdırma sistemində olan 1024 vurulsun 512 ölçülü. Həcmimizi tapırıq yenə. Yəni RGB-də verilibsə artıq mənə rəng dərinliyini verib. RGB-də rəng dərinliyi n bərabərdir 24 bitdir.
Piksel ölçümüz də var, yəni A vuraq B-imiz də var. Artıq bizə rahat həcmimizi tapa bilərik. V bərabərdir 2 üstü 10 vuraq 2 üstü 9 vuraq. Rəng dərinliyi 24, 24-ü də 2 üstü 3 vuraq 2 üstü 3 vuraq 3 kimi yaza bilərəm. Kilobayta çevirsəm böləcəm. Demək kilobayta yox, elə baxıram ki, bizdə nə soruşur? Pikselimizi soruşursa, pikselimiz onsuz da bitdə olacaq. Yəni belə deyək də ekran ölçüsü bitdə götürüləcək. 2 üstü 19, 2 üstü 22. Bu eləyir 2 üstü 20. 2 vuraq 3 bit. Aha, sonra bizdən nə soruşur? Deyir ki, ölçülü təsvir informasiya həcminə bərabər olan. Yəni mən bunu CMYK-da da kodlaşdırsam, CMYK-da da həcmi elə budur. 2 üstü 22 vuraq 3-dür. Və CMYK-da artıq rəng dərinliyimiz 24 bit yox, 32 bitdir. O zaman enimiz də bərabər olur 32 bitə. Buradan indi mən piksel ölçüsünü tapsam, yəni A vur B-ni tapsam, bərabər olacaq həcmimizi. Yəni 2 üstü 20 2-ni 222 vuraq 3-ü böləcəyik 2 üstü 5-ə. Getdikdə qalacaq 2 üstü 17 vuraq 3. Baxaq görək cavablarımızın içərisində varmı? Aha, bəli, E variantı. Növbəti 19-cu sualımızın izahına baxaq. 19-cu sualda nə deyir bizə? Deyir ki, ASCII kodlaşdırılmasında yığılmış mətin 4096 simvollu əlifbaya keçirilən zaman. Baxın, buna aid keçən dəfə də izah vermişdim mən. ASCII kodlaşdırılmasında ASCII ümumi simvol sayımızı x götürək. ASCII kodlaşdırılmasında bir simvol 8 bitdirsə, onda ümumi həcm neçə olacaq? 8x. 4096 simvollu əlifbada isə bir simvol 12 bitdir, yəni 12x-dir. Qarşı-qarşıya çıxsaq, 12x çıxaq 8x və həcmimiz deyir nəyə bərabər olub? 7 vurulsun 2 üstü 12 bayt. Amma bu hissəmiz bitdədir. Ona görə biz bunu 2 üstü 3-ə vurmalıyıq. Bu edəcək 4x bərabərdir. 7 vurulsun 2 üstü 15. Buradan da x-i tapsaq, 7 vurulsun 2 üstü 15-i. Bölsək biz 2 üstü 2-yə, bu deyil, 7 vurulsun 2 üstü 13. Simvol sayımızı tapdıq. İndi bizdən nə istəyir? Deyir, həmin mətin 128 simvollu əlifba. Baxın, simvol sözünün yanında əlifba varsa, deməli biz onun 128-in özünü yox, onun daşıdığı yük miqdarı, yəni i-ni hesablayırıq. Yəni 7 bitə görə hesablayırıq. 7 bit simvol sayımız məlum. Simvol sayımızı bilirik. Nə qədərdir? 7 vurulsun 2 üstü 13. 13. Bizdən nə istəyir? Həcmi istəyir. Ümumi həcm necədir? I vurulsun simvoldur. Bu formadadır. Yəni 7 vurulsun 2 üstü 13 vuraq 7 kilobaytla istəyir deyə 2 üstü 13-ə bölməliyik. 2 üstü 13-də getdi qaldı 7 vur 7 49. Yəni düzgün cavab C variantı. 20-ci sual. 20-ci sualda bizdən nə istəyir? Deyir ki, avtomatik qurğu 26 hərfdən ibarət ingilis əlifbasının böyük və kiçik hərfləri. Ümumi böyük və kiçik hərf təbii ki, bilirik ki, belə deyək də, kompüter daxilində böyük və kiçik hərflər bir-birindən fərqlənir. 26 böyük hərf də ayrı götürülür, 26 kiçik hərf də ayrı götürülür. Yəni ümumi 52 variantımız var. Sonra və 16-lıq say sistemin simvollarını. Bilirik ki, 16-lıq say sistemin simvolları hansılardır? 0-dan 9-a qədər, bir də A-dan F-ə qədər. Həmin bu A, F, bu 52-nin içərisində olduğuna görə, deməli biz bunları götürməyəcəyik. 0-dan 9-a qədər. Ümumi neçə rəqəm var? 10 dənə. Yəni 10 variantımız da burada. Üstə gələk 10. Bərabərdə 62. Tamam. İbarət əlifba ilə tərtib etdi. Bu əlifbanın hər simvolu eyni uzunluqlu minimal mümkün bit sayı ilə kodlaşdırıldı. Bu əlifbanın köməyi ilə 128 səhifə və hər səhifədə 256 simvola mətn hazırlandı. Baxın, bu əlifbanın köməyi ilə. Gəlin görək bu əlifbanın bir simvolu nə qədər yük daşıyır. 62-ni kodlaşdırmaq üçün bizə 6 bit lazımdır. Yəni, bax, bu 128 səhifə 256 simvol bu 6 bit vasitəsilə kodlaşdırılıb. Yəni, bu əlifbada kodlaşdırılıb. O zaman necə yazaram? 2 üstü 7 vuraq, 2 üstü 8 vuraq 6, vuraq 6. Aha, bitdədir. Deməli, tapdıq həcmi ən az neçə saniyə ötürər. Həcmi də biz bölsək, həcmimizi ümumi sürətə bölsək zamanı tapmış olarıq. Bunları bir-birinə vurdu, həcmi tapmış oluruq. Sürətimiz də verib 2 üstü 12. Bölürük 2 üstü 12-yə. 2 üstü 15 vuraq 6 bölünsün 2 üstü 12. Bunlar getdikdə qaldı burada 3.
8-də 6-ya vurduq, 48 saniyə. Yəni, düzgün cavabımız burada 48 saniyə idi. 48. 21-ci sual. 21-ci sualda maraqlı sual nümunələrindən biridir. Deyir ki, 8-lik say sistemində bütün rəqəmləri müxtəlif olan ən böyük ədəd. Bilirik ki, 8-lik say sisteminin ən böyük rəqəmi 7-dir və ən böyük rəqəmləri müxtəlif olan ədədi deyirsə bizə, deməli, bir vahid azalda gedəcəyik. Yəni, necə? Ədədimiz o zaman necə olacaq? 7, 6, 5, 4, 3, 2, 1 və 0. Bu formada gedəcək. Baxaq. Ən böyük ədəd 16-lıq say sistemində. Ümumiyyətlə, bu, təbii ki, 8-lik say sistemindədir. Biz 8-dən 16-ğa necə çeviririk? Hər birini 2-liyə çevirib, sonra sağdan sola 4-4 ayıra bilərəm. Ümumi bir dənə baxıram ki, 7 nəyə bərabərdir? 2-lik say sisteminə çevirsəm 1, 1, 1-ə bərabərdir. 6 nəyə bərabərdir? 1, 1, 0-a. Digərlərini heç çevirməyə belə ehtiyac yoxdur. Bir də sona gedirəm. 0 nədir? 3 dənə 0-a bərabərdir. 1 nədir? 1 də 0, 0, 1-ə bərabərdir. Baxın, mən bunu təbii ki, böləndə bu hissələr də təbii ki, hamısı 2-liyə çevriləcək. Baxın, çevrildi 2-lik say sisteminə. Sonradan bunu məndən ilk və son istədiyinə görə digərlərini yazmıram. Son dedikdə, yəni bunu sağdan sola 4-4 ayırıramsa bir qrupum bu olacaq. Sonra 4-4 ayırıramsa gələcək, bax buradan da götürəcək bir qrupum da bu olacaq. 4-4 ayrılanda. Mən bunu 16-lıq say sistemi deyirsə, 16-nın bölənləri kimi yazsam, yəni üzərinə 8, 4, 2, 1 yazsam, bu neçə eləyir? F eləyir. Bu da 8, 4, 2, 1 yazsam, bu da eləyir 8. Yəni, bu ədəd F ilə başlayar, 8 ilə bitər. O da olacaq düzgün cavabımız B variantı. Sonra 22-ci sual. 22-ci sualımızda deməli, baxaq. 1024 vurulsun 128 pikseldən ibarət qrafik təsvir. Qrafik təsvirdir yenə və bizdən rəng dərinliyini istəyir. Diqqətli olaq, rəng çalarını yox, rəng dərinliyini. Baxın, rəng dərinliyimizi istəyir, rəng çaları yox. Deməli, aldığımız cavab nədirsə onu götürəcəyik. 2 üstü 10 vuraq 2 üstü 7. Vuraq rəng dərinliyimizi n ilə göstərik. N bərabərdir 64 kilobayt. Bu hissəmiz nədədir amma? Bitdə. Bitdə demək, deməli biz bu tərəfdə, yəni 64-də bitə çevirməliyik. 2 üstü 6 vuraq, 2 üstü 13. Artıq hər iki tərəfimiz bitdədir. Rahatçılıqla hesablaya bilərik. N bərabər edir 2 üstü 19 bölünsün 2 üstü 17. Bərabər olur 2 üstü 2-yə, yəni 4-ə. Artıq hesablamamız bitib, tamamlanıb. Niyə? Çünki bizdən rəng dərinliyini istəyir. Cavab olur D variantı. Amma rəng çalarını istəsəydi o zaman olardı 16. Baxaq 23-cü sualımıza. 23-cü sualda maraqlı sual tiplərindən biridir. Deyir, Fidan qrafik redaktorda istifadə edərək 7 MB həcmə malik qrafik təsvirin palitrasının rənglərinin sayını 64 dəfə azaldır. Baxın, sizə burada 2 dənə təsvir kimi çəkəcəm. 2 dənə təsvir kimi çəkilir. Tutaq ki, düşünün ki, bunun həcmi, ilkin həcmində bu 7 MB-dır. Həcmə qrafik təsvirin palitrasının rənglərinin sayını 64 dəfə azaldan zaman. Rənglərin sayı deyirsə, yəni bunun rəng çalarından söhbət gedir. Baxın, bilmirəm nə qədərdir ki, bunu 64 dəfə azaldıb nə salıblar. Deməli, mən rəng dərinliyimi n kimi götürüm. Rəng dərinliyim n-dirsə, o zaman bunu yazacağım. Rəng çalarım isə 2 üstü n olacaq. Aha, tamam. Amma fikir verin, mənim piksel sayım da yoxdur, yəni AB də yoxdur. Onu da bir x kimi qoyuram. X kimi işarələyirəm. İndi bəs yaxşı. Baxın, həcmim var. Rəng dərinliyimi bilmirəm, rəng çalarını bilmirəm. Necə olacaq? Düsturumuzu yazaq. A vurulsun, B vurulsun, n-dir də düsturumuz. V bərabərdir A vuraq, B vuraq, n. AB-mizi x ilə göstərmişik. X vuraq. Rəng dərinliyimizi bilmirəm, n. Bərabərdir 7 megabayta. Tamam. İndi gəlin görək sonra nə edib Fidan burada. Deyir ki, rənglərin sayını 64 dəfə azalır. Və bu zaman qrafik təsvirin informasiyası 3 MB azalır. 7 MB 3 MB azalıbsa olub deməli 4 MB. Aha, tamam. Rənglərin sayını 64 dəfə azaltmaq. Rənglərin sayını azaltmaq desə biz rəng dərinliyi ilə işləyirik, rəng çaları ilə işləyirik. Yəni 2 üstü n-imizi 64 dəfə azaltmaq o deməkdir ki,
Rəng, yəni 2 üstü n-imizi 64 dəfə azaltmaq o deməkdir ki, 2 üstü n bölək 2 üstü 6. Bu deyilir 2 üstü n çıx 6. Deməli, mənim rəng dərinliyim nəyə bərabər oldu? N çıx 6. Piksel sayım haqqında mənə heç nə deməyib, azalması və yaxud da artması haqqında. Yəni elə x-dir. İndi necə olacaq düsturumuz? X vuraq, n çıx 6 bərabər olur 4 megabayta. Bu hissəni vurub açsam, x vur n çıxaq 6x bərabərdir 4 megabayta. Aha, baxaq görək burada neyə bilərəm. Baxın, mənim burada x vur n-im nəyə bərabərdir? 7 megabayta. Deməli, bu x vur n-i gətirib burada yerinə qoya bilərəmmi? 7 megabayt çıx 6x bərabərdir 4 megabayta. 6x. Deməli, aha, 3 megabayta və bizdən nə istəyir? Bunlar bitdədir deyə mən bitə çevirməliyəm. 6 vuraq x bərabərdir, 3 vurulsun, 2 üstü 23 kimi yazacaq. O zaman da x bərabərdir, bunlar geçsə, burada qalacaq 2, 2 üstü 23-ü də 2-yə bölsək, yəni 2 üstü 1-ə bölsək, eləyir 2 üstü 22. Artıq mən piksel sayımı tapdım. 2 üstü 22-dir. Məndən nə istəyir? İlkin təsvirin rənglər palitrasında olan neçə rəng olduğunu, yəni rəng çalarını istəyir. X-imi tapmışam, aparıb yerinə qoyub hesablaya bilərəm. Baxın, bu hissədə. Deməli, x 2 üstü 22 vuraq, n bərabərdir 7 vurulsun 2 üstü 23. N bərabər olacaq burada 14-də. Mən tapdım rəng dərinliyimi. Məndən ən çox neçə palitrasında olan ən çox neçə rəngi deyirsə, rəng çalarını istəmiş olur. Yəni, cavab olacaq 2 üstü 14. Düzgün cavabımız B variantı. Aha, sonra baxaq 24-cü suala. 24-cü sualda bizə nə deyir? Deyir ki, 500 müxtəlif simvoldan ibarət mətn. Mümkün ən kiçik əlifba. Mümkün ən kiçik əlifba deyirsə, mən baxıram ki, 5000-i kodlaşdırmaq üçün mənə ən az neçə bit lazımdır? 5000 nəyin hansı, 2000 hansı qüvvətlər arasında yerləşir? 2 üstü, deməli, 12 ilə 2 üstü 13 arasında. Və baxıram 5000, 2 üstü 12 4096-dır. 2 üstü 13 isə 8192-dir. Amma mənim 5000-im 4096-nı aşıb. Yəni 2 üstü 13-ə daha yaxındır, 13 bitdir. Yəni 5000 simvollu bir mətnin hər simvol yaddaşda 13 bit yer tutur. 13 bitdirsə, indi baxaq. Deyir ki, mümkün ən kiçik əlifba ilə kodlaşdırılmışdır. Bu əlifba ilə yazılmış 200 simvoldan ibarət mətn informasiyası. Yəni mən 2000 simvoldan ibarət 200 yox, 2000 daha doğrusu. 2000 simvoldan ibarət əlifbanı birinci 13 bitlə kodlaşdıracağam. Vuraq onca bu eləyir 26000. 26000 bit. Çünki bitə vurmuşuq. Sonradan da bu 2000 edir 32 simvollu əlifba. Simvol sözünün yanında əlifba varsa, biz onun nəyini götürürük? Yuxarısını, yəni 5 biti. 2000-i bir də vururam 5-ə. Bu deyilir 10.000. 10.000 bit. Gəlin görək bizdən nə istəyir? Onun informasiya tutum neçə bit azalır? Əvvəl olub 26000, sonra olub 10.000. Neçə bit azalıb? 16.000. Bu da cavab D variantı. 25. 25-ci sual. 25-ci sualı əslində mən ayrıca YouTube kanalında izahını vermişdim. Tək olaraq izah vermişəm. Amma yenidən baxaq. Aha, baxaq 25-ci sualımıza. Deyir, high color 16 bitlik və true color 24 bitlik sistemdə kodlaşdırılmış iki fərqli qrafik təsviri. Birlikdə informasiya həcmi 120 megabaytdır. Bu təsvirdəki piksellərin sayının bərabər olduğu. Yəni, high colorda da, true colorda da hər ikisində piksel sayı eyni, dəyişməyib. İndi baxaq. Deyir ki, high colordakı kodlaşdırılmış qrafik təsvirin informasiya həcmini megabaytla hesablayın. Baxaq. Görək bizə nə deyir? Baxın, gəlin birinci, məsələn, mən high colora görə həcmi tapsam. High colorda bir simvolum, yəni rəng dərinliyim bərabərdir 16 bitə. Piksel sayım da A, B'dir. Deməli, bunda həcmi nəyə bərabər olacaq? Həcmi bərabər olacaq V bərabərdir 16AB. True colorda rəng dərinliyim 24 bitdir.
24 bit. Piksel sayım yenə zaten bizə əvvəldən deyib ki, eynidir. Bunda həcmim nəyə bərabər olacaq? 24 AB-yə. Tamam, bizə deyir ki, bu iki həcmin birləşməsi bərabər olub neçəyə? 120 megabayta. İki həcm bir yerdə 120 megabayta bərabərdir. O zaman toplasaq 16 AB üstə gəl 24 AB bərabərdir. Bu bitdədir. Onda o zaman 120-ni də bitə çevirməliyik. 120 megabaytda. 120 vurulsun 2 üstü 23. Deməli 16 AB üstə gələ 24 AB bu eləyəcək 40 AB. 40 AB bərabərdir. 120 vuraq 2 üstü 23. Getdikdə qalır burada 3. Yəni A vuraq B'miz bərabərdir. 3 vurulsun 2 üstü 23 bit. İndi gəlin görə bizdən nə istəyir? Və yaxud da ki, piksel daha doğrusu belə deyək də, pikselə bərabərdir. İndi bizdən nə istəyir? High colorda kodlaşdırılmış qrafik təsvirin informasiya həcmi. High colorda necə idi? 16 AB. V bərabərdir 16, yəni 2 üstü 4 vuraq. AB-miz 3 vurulsun 2 üstü 23. Megabaytla dediyinə görə 2 üstü 23-ə böləcəm elə. Bu da eləyəcək 16-nı vurduq 3-ə 48 megabayt. Düzgün cavabımız D variantı. Düzgün cavab D variantı. Baxaq. 26-cı sualımız. 26-cı sualda deyilir ki, 256 səhifəli sənədin hər səhifəsində x sayda simvol və 4 vurulsun 220 bitlik şəkil var. Gəlin birinci şəklimizin həcmini tapaq. Görək nə qədərdir? 256 səhifədir, yəni 208 və hər səhifəsində də 4 vurulsun 220 bitlik şəklimiz var. Yəni vuraq 2 üstü 2, vuraq 2 üstü 20. Tamam. Bunu megabayta çevirsək, çünki baxıram ki, ümumi həcmi mənə 100 megabaytla verib. Bölərəm 2 üstü 23-ə. Bu eləyir 210, 230. Bölək 2 üstü 23 eləyir 128 megabayt. Bu nəyindir? Bu şəklin həcmidir. Və mənə ümumi həcmi də verib 129 megabayt. Deməli, mən 129-dan çıxsam 128 şəklin həcmi mənə qalacaq 1 megabayt, yerdə qalan mətnin həcminə, yəni simvol üçün. İndi baxaq. Simvol deyir x sayda simvol, x simvolumuz say x, səhifəmiz 2 üstü 8, yəni 256 bərabərdir. 1 megabaytımız da eləyir 2 üstü 23. Bizə başqa bir şey vermişdimi? Üzr istəyirəm. Burada axı x vurulsun 208 bu baytdadır. Bunu vurmalıyıq 2 üstü 220 eləməli. 223 yox. X bərabər bu da eləyəcək 2 üstü 12. Yəni 4096. Düzgün cavabımız E variantı. 27-ci sual. 27-ci sualda bizə nə deyir? Deyir ki, 64 simvollu əlifbada kodlaşdırılmış sözlər. Gəlin ikinci tapaq görək. 64 simvollu əlifbadan söhbət gedirsə, bir simvol nə qədər yer tutur? 6 bit. İndi baxaq. Birinci book sözüdür. Book sözü 4 hərflidirsə, hər simvolda 6 bitdirsə, o zaman olacaq 24 bit. 24 bit C. Aha, baxaq görək başqa. 24 bitimizdə eləyir 3 bayt. CB. Sonra digər. Aha, ikincidə proqramik deməli 2, 4, 6, 8, 10, 11. 11 hərf, 11 simvol, hərəsi də 6 bit olanda bu eləyir 66 bit. 66 bit, baxıram 66 bit cavabı D-də. Başqa da varmı? 66 bit, yəni 66 bit yoxdur başqa. Yəni başqa yoğunlaşdıracaq bir şey yoxdur. 3-də. 3-də keyboard 3, 2, 4 deməli 2, 4, 6, 8 hərfdir. Hərəsi 6 bit, 48 bit A və yaxud da bayta çevirsək 6 bayt, yəni E. Deməli 1-ə CB, 2-yə D, 3-ə isə A, E. 28. 28-ci sualı biz bayaq buna aid bir dənəsini işlədik qrafik qurmaqla. Qrafik təsvirin palitrasında 4096 rəng var. 2 dənə belə təsvir çəkirəm. Birinci təsvirimizdə deyir 4096 rəng. Yəni rəng dərinliyimiz bərabərdir 12 bitə. 12 bit.
Rənglərin sayı 256 dəfə azalan zaman qrafik təsvir informasiya həcmi 2 dəfə azalar. Yenə mənə piksel sayını verməyib. Yazıram x. Həcmimiz nəyə bərabər olacaq? V bərabər olacaq 12x-ə. Sonradan nə baş verib? Sonradan isə deyir ki, bu paletə rənglərin sayını 256 dəfə azalan. Bunun rəng çaları neçə idi? Rəng çaları 212 idi. Demişəm azalmanı rəng çalarına görə tapırıq. 212-ni bölürəm. 256 dəfə azalma deyirsə 2 üstü 8-ə. Edəcək 2 üstü 4. Artıq bunun rəng dərinliyi, yeni təsvirimizin rəng dərinliyi oldu 4 bit. Rəng çalarımız isə 2 üstü 4-dür. Simvol piksel sayımız haqqında yenə heç nə deməyib x-dir. Bunun həcmi nəyə bərabər olacaq? V bərabərdir 4x-ə. İndi bizdən nə soruşur? Deyir həcm neçə dəfə azalır? Qarşı-qarşıya bölsək 12x. Burada 12x-dir, burada isə 4x-dir. Zaten görünür 12x bölünsün 4x, bu deyilir 3. Yəni neçə dəfə azalar? Yəni 3 dəfə. Bu da olur B variantı. 29-cu sual. 29-da 35 səhifəli sənəd. 2 hissəyə bölməklə işləyəcəyik. Buna da aid keçən videoda izah vermişəm. 35 səhifəli sənədin ilk 3 səhifəsində, yəni 3 səhifəsində şəkildirsə, qalan səhifələrində, digər səhifələrində deyir, qalan səhifələrində isə artıq, yəni 32 səhifəsində isə mətndir. Qalan səhifələrində isə mətindir. Deməli, baxaq, indi nə soruşur bizdən? Gəlin birinci şəklimizi tapaq. 3 səhifədirsə 3 vuraq. Neçə pikseldir? 2 üstü. 2 üstü 7 vurulsun, 2 üstü 10 və 256 rəngli paletra deyilsin, yəni bunun rəng çalarıdır. Vuracağıq 2 üstü 3-ə, yəni rəng dərinliyinə. Baxaq, kilobayta çevirsəm, çünki baxıram ki, mənə ümumi sənədin ümumi həcmini kilobaytda verib. 2 üstü 13-ə böləcəm. Bunlar gedəcək, qalacaq burada 3 vurulsun, 2 üstü 7. Bu da eləyəcək 384 kilobayt. Və ümumi həcmi nə qədər verib mənə? 492 kilobayt. Ümumini verib. Yəni mən buradan bu şəklin həcmidir, qrafikin həcmidir. Ümumi həcmdən çıxsam şəklin həcmini 384-dür. Qalacaq burada 108 kilobayt. Bu da eləyəcək deməli mətnin həcmi. Tamam, indi baxaq. Mətndə nədir deyir? Qalan səhifələr 32 səhifə qalıb 2 üstü 5. Buraq 2 üstü 6. Aha, sonra nə verib bizə? 48 sətr. 48-i də 2 üstü 4 vuraq 3 kimi yazsam. Yəni 16 vur 3 48. Əlifbanın gücünü deyirsə, mən əlifbanın gücünü tapmaq üçün i-yə vurmalıyım. i bərabərdir. 108-i də 108 vurulsun 2 üstü 13. Artıq burada bitə vurdu. i-yə vurduğuma görə bu hissə bitdi olub. Deməli, bu hissəni bitə çevirməliyim. i bərabərdir. 108 vuraq 2 üstü 13 bölünsün. Neçə eləyir bu da? 2 üstü 6, 2 üstü 5, 2 üstü 6, 11. 11-in üstünə də 4, 15. 2 üstü 15. Burada da deməli bir də vuraq 3-ümüz var. Tamam. Bununla bu getdi qaldı burada 2 üstü 2. 108-i 3-ə bölsə necə düşər? 36. 36-nı da 2-yə bölsək bu da eləyəcək 36-nı 2-yə yox, daha doğrusu 36-nı 4-ə. 9. Bu da eləyəcək 9. Əlifbanımızın gücünü istəyir bizdən. Biz tapdığımız əlifbanın bir simvolunun daşıdığı miqdardır. Bizdən güc istəyirsə güc n-lə. N bərabərdir 2 üstü i-dir. Yəni 2 üstü 9, 512. Fikir verin, bizə həm 9 cavabı verib, cavabımız var cavabların içərisində. Həm də 512 var. Amma bizdən güc istədiyinə görə 512-dir cavabımız. Baxaq 30-cu sualımıza, sonuncu sualımızın izahına. 30-cu sualda bizə nə deyilir? Deyir ki, deməli, birinci nə verir bizə? 2 GB üstə gələk 512 MB. 2 GB-ımızı, deməli, megabayta çevirmək daha rahat olar da. 2048 2 GB üstə gələk. Deməli, neçə eləyir? 512 MB-dır da. 2048 üstə gələk 512. Neçə edəcək bu? Deməli, 10, 4, 5, 2560. 2560 megabayt. Tamam. Sonra və 32 vurulsun 2 üstü 14-ü də 32 vurulsun 2 üstü 14-ü də kilobaytdır. Mən bunu megabayta çevirsəm 2 üstü 10-a böləcəm. Getdi, qaldı burada 4. 32-ni də vursaq 16-ya, yəni 2 üstü 5-i vursaq 2 üstü 4, 2 üstü 9, yəni 512.
Üzərinə 512-ni gəlsəm, 2, 7, 10, 0, 3072. 3072 megabayt. 3072 megabayt. Baxıram cavablarda 3072 megabayt yoxdur, amma 3 gigabaytımız var. 3 gigabaytımız da 3072 megabayta bərabərdir. Yəni 1-ə oldu B. 1-də B. Sonra 2-də. 2-də baxaq görək nədir? 4 kilobayt. 4 kilobaytı bayta çevirsəm, bu eləyir 4096. Üstə gələk 512, 8, 10, 5, 6, 4168. 4168 baytdır. Aha. Kilobaytla verilsə 4100. Düzmə hesapladım 8, 10, 0 yazaq. 4608 daha doğrusu 168 deyirəm. 4608. Bunu bölərəm nəyə? 1024-də. Bu da düşər 4 dəfə 4096. Deməli 2 512. Aha, bura bir 0 atsam, burada bir kəsir qoysaq, deməli bu da düşəcək 5 dəfə. 4.5 kilobayt. Yəni 2-yə doldu D. Sonra üçüncüdə nədir? 512 bayt. 512 baytı 4096 bitdi. 4096-nı bölsəm bayta çevirmək üçün 8-ə bu eləyəcək 512. Və 512 üstə gələk 512 bu deyir 1024 bayt. 1024 bayt cavabı yoxdur. 1 kilobayt cavabı var. Onda da 3-ə dolacaq A variantı. Deməli B, D, A. Düzgün cavabımız bu formadaydı. 1-ə B, 2-yə D, 3-ə isə A. Belə, deməli 2023-25-ci ildə qəbula düşmüş bütün məsələ həllərinin izahını verdim. 30 sualı idi, bugün tamamladıq. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Növbəti videolarda görüşənədək.